Hal-hazırda Tovuz rayonunun Aşağı Quşçu kəndinə gəlmişik. Şəhidimiz Füzuli Süleymanovun ata ocağındayıq. Gəlmişik anamızı ziyarət edək. Ay salam aleykum. Oy anam sana kurban ay Can. Gülnaz. Rüyəmsən Oy sən reyim mənim. sana kurban ay Gülnaz. Can. Oy reyimle kurban. Elə demə. Başına dönərəm səni. Böyle oğul olmaz. Aha. Oy anam. Seninle kurban ay Gülnaz. Hoş geldiniz. Ne tersen? Kocalmışlardan onu çağırıyor. Öğün, eşrem oturursunuz, öğün gidiyorsunuz. Gelin uydu oturun. Çok serin olmaz mı? Can, geber yerler. Devletin Füzuli'nin şaşırtıp yanında da şaşırsın. Ay hocam, lermine bir gelsin, buraya uzak gelsin. Ona qeyd edeyim ki, Süleymanov Füzuli Bahaduroğlu 44 günlük Vətən müharibəsinin qəhrəman igidlərindəndir. Allah onu şad eləsin, Allah doğmalarına səbir versin. Bizim hər birimizin borcudur ki, şəhid ailələrinin ziyarətində olaq. Sen ya burada otur mu? Canım balım, bu şehidimizin hayat yoldaşı dünyasını değişti. 15 günden sonra Füzuli şehidi. Hiç otuk adam var. Otur o narahat ol. Yok. Şoför. Füzuli yoldaşının 40'ına kalmadı. Gel oturuyorum. Ay altıma bu. Ben istemiyorum. Bana lazım diyor altıma. Bana da lazım. Oturun baban alayım. Bana da lazım. Arada yürüme. Kıza bir çay. Hayır gel sen burada otur. Cümle burada otur. Ha. Mübarek olsun. Can. Ne değişten baban alayım. Deyirəm, bayramdır, bayramın mübarek olsun. Sağ olun. Hamınızın bayramınız mübarek olsun. Hamınız hoş gelirsiniz. Hamınıza ben yazık anam kurban qadarla yemeğim var. Gülnazda benim bütün yadırğı böyle şey Aha. olmaz. Niye? Bitir vaxtdan ver. Nömrə, telefonum Yevlaqda qalır. O Yevlaqdakı qədənin yaşıydı. Onlar dedi, tərtərə yığılaq uşaqların yerinə. Oradan da biz yerək, Kənanın yaşı. O yeti orada doğduq, elədik. Telefon yadından çıxıb stolumuzda qalır. Yadım bunlar. Gəncəyə çatanda kişidən gələdik aeroport. Annem telefonu burada qalır. Görüm adam tapsam yolmuşum. Oradan bir avtobusa versin, buradan da götürək də. Vermir. Dana deyir, gərək tanıdığım adam ola. Hansı avtobus şoförünə versə, o gətirib verəcək. Bayında bizim bir dostumuz var. O nömrəni verərik dostumuza, oradan keçəndə yolda verər ona. O gətirər. Ne diyeyim? Xəyal vermir, aparar, olamaz. Xəyala deyər ya, xəyal. Hadi gelsin. Değil mi Hayal? Bakı işləyir də, orada. Canım senin ömrəndə odur, hamısı çox uşaqları. Havarisə çıxanda həmən adama zəng eləyə ki, mən gəlirəm. Plan saxda. Gülnazın ömrəsini sadamağa ver. Deyir, telefonum qırılıb, əlimdən düşüb qırılıb. Görürsən, Allah gətirdi. Can, Allah gətirdi deyirəm özü. Allah sizi yetirdi, əxlanınıza qurban olun. Nəyəm var, ömrüm günüm qurban sizə. Dünən doktor etmişdi, aparmışdı uşaqlar. O da nə bilim, ananızlar götürüblər, deyib birinci gün çıxacaq. Belim qalxmır, belim.
Hansı xəstəxanadan az veribsən ana? Ay müəllim, deyin ona zəhmət olmasa. Hansı xəstəxanadan arz vermisən? Qoylardadır Kamran. Tovuzda deyən medikal sentra getsin, medikal sentrdə Elçin həkim onu qəşəng yoxlayacaq. Bu da birincidir. Nədir qadan? Tozda medikal center var. Tozda medikal center. Can? Tozda medikal center var. Analiz götürürlər orada da. Tozdan Ha. yemişdən. Tozda medikal center'da mı verdiniz? Bahçeli'den yolun atladı. Bilmirəm adan uzadı. İncidə verir. Bütün bildiğimi de yanılmışam. Qoyduğumu tap verəm. Hala nə qoymuşam. Ən doğru analiz bu dəqiqə Tovuzlu medikal sentrdədir. Ən düzgün cavab hə. Yani değerli olan da Elçin doktor, professordur, olan rəhbəri Nə çox bir adam var. dəyərli Bu oğlan. Yəni, görüm kızını. şəhid ailələrinə həqiqətən hər birinə təmənnasız Çox xidmət vətənpərvər olunur. göstərir. Sonra şəhid ailələrine həmişə diqqətlə qalın yanaşır. Mənim niyə incinin özü var? Bax, qardaşa Atyan ələni var. Qardaşa 40-50% məndir. Sağ olsunlar, indi onlar güzəşt eləyir. Elçin həkim birbaşa diqqət göstərir. Mən bu gəlişim dedim, xanım, biz şəhid ailəsində burada güləş varmı? Sözlərini Qardaşa. ayrışdırmaq Dedim, üstünüz var. nə qədər 40% güləş. 100 manatsa 60 manat. Yenə də sağ olsun. Yenə sağ olsun. Hə. Məsələn, Yəni elə yerlərə gedirsən heç vecinə qalmıyor. Elçin doktor şəhid Aynen ailələrinə var. həmişə Hayır, ev var. diqqətli saxlayır. Qazilərdir, Ev qazi var. Anası ailələrdir. derim. Ben Gəlin geldiğimde gəlin. Elçin doktorun yanına aparmıştım. Orada o kız vardı, o beni tanıyordu. Orada yazana demişti ki o şehit başladı. Allah hakkı o geldi özü yanmaz. Onlara dedi ki bu adama ne kadar lazımdır hürmet edin. Yox, deyirəm Elçin doktor. Elçin doktor hamıya Kasıbda da, ondan sonra 44 günlük vətən müharibəsində də çox böyük əziyyətləri oldu Elçin doktorun. Yaxşı oldu. Bu savadlı da özü qabiliyyətli. Şöyle parayla, kadar ayı malamına. Qurban Allaha rayonumuzda Elçin kimi oğlanların sayı Aynen, həqiqətən bunu olsa çox olsa, götürün. elə rayonumuzun adıdır, rayonumuzun fəxridir. Yok o çok yaşlıdır. Neyse. Nə farmısan, hə? Aparacağım valla. Yok, hele koy yaxşılanayım, kaynalayayım ondan. Hə, sən sağal, mən zəng eləyəcəm Reyhana. Sən yaxşı olanda aparacağam. Reyhan deyir ki, ay müəllim, heç yerdə qalmır deyir. Eşidirsən məni, qızlar analarına ən çox ağrıyan vaxtı baxırlar. Yaxşı olanda hamı baxır. Əsas odur ki, qız onlara canı ağrıyanda qulluğunda durasan, baxasan. İndi mən də xəstələnmişəm. Olsun, elim var indi. Ölüm Allah əmri. Öldüm, ölməsin. Allah ömür versin. Onlara deyəcəm, oğlun gəlsin, oxtiyabır deyəli. Füzulunun eli oxtiyabır bitsin. Hamı gələr. Yaxşı. Yox, mənə söz verib, gəlib bizdə qalacaq ay müəllim. İlindən sonra oğlum səhər salamat gəlsin, Allah eləsin. Sağ Gələcəm. ol. Bakı etmişdim ölü yerinə. Əmin qız ölmüşdü. Dedim Allah yol tapam, gəlmişkən bir elmarginlə görüşəm ondan. Bir yol tapmaq nədir? Telefonla Ha, yanında. telefon orada qalmışdı onda, çoxdan qalmışdı. Bu çoktan bu ne de